ABŞ prezidenti Donald Trump və Ukrayna prezidenti Volodymyr Zelenski Ukraynada sülhün əldə olunması ilə bağlı razılığa gəliblər. Cross Media Ağ Evin yaydığı məlumata istinadən xəbər verir ki, müzakirələr zamanı Trump Kiyevə əlavə hava hücumundan müdafiə sistemlərinin verilməsi məsələsində Zelenskinin müraciətini nəzərdən keçirməyə razılaşıb. Bundan əlavə ABŞ Ukraynaya müdafiə məqsədi ilə kəşfiyyat məlumatları ötürməyə davam edəcək. Trump öz komandasına Ukraynadakı münaqişədə atəşkəsin bərqərar olunması və genişləndirilməsi üçün texniki məsələlərin həllini tapşırıb. Trump həmçinin ABŞ-nin Ukraynadakı elektrik və nüvə stansiyalarının idarə olunmasına yardım göstərməyə hazır olduğunu bildirib. Qeyd edək ki, iki ölkə arasında mineral ehtiyatlarla bağlı əməkdaşlıq planları qüvvədə olsa da, Vaşinqton hazırda əsas diqqətini münaqişənin dinc yolla həllinə yönəldib.